Salam, hər vaxtınız xeyir olsun dəyərli yoldaşlar. Yanvar ayının 18-də keçirilmiş Respublika Fən Olimpiyadalarının rayon turu üzrə 9-cu sinif üzrə keçirilmiş olimpiyada suallarından maraqlı bir suala nəzər yetirək sizlə. Bu 9-cu sualdır və 9-cu sualın şərtini oxuyaq. ABŞ üçün doğru fikirləri müəyyən edin deyir bizə. Və variantlara baxaq, nəzər yetirək. 1. Ümumidaxili məhsulda sənayenin payı ən üstündür. Yəni, ümumidaxili məhsulun birinci pilləsində sənaye durur deyir burada. Amma əslində belə deyil. ABŞ-da birinci yerdə xidmət sahələri üstündür. Birinci yer xidmət sahələrindir. Sənaye ikinci yerdədir. Xidmət sahələrinin payı ABŞ iqtisadiyyatının üdeməsinin 80%-ni təşkil edir. Ona görə bir doğru cavab kimi qəbul eləmək olmaz. İkinci variantda ümumi daxili məhsulda adam başına düşən gəlirə görə dünyada birinci yerdədir deyir. Dünyada ümumi daxili məhsulun adam başına düşən gəlirinə görə birinci yerdə Lüksemburqdur. ABŞ təqribən 7-ci sıradadır. Bu da doğru variant olmadığı üçün bunu götürmürük. Çünki bizdən nəyi soruşur? Doğru variantları soruşur. 3. Qütb dairəsi ilə kəsişir. Bu variant maraqlı faktdır. Niyə görə? Çünki ABŞ-ın Alyaska ştatı həqiqətən də 66.5 şimal qütb dairəsi ilə kəsişir. Bu fakt doğrudur. 3. Ən böyük kömür hövzəsi Mississippi ovalığıdır. ABŞ-ın ən böyük kömür hövzəsi bildiyimiz kimi Appalaç dağlarıdır. 4. Doğru cavabımız olmaz. Ərazisində günəş zenitdə olur. Bu da maraqlı faktdır. Niyə görə? Çünki ABŞ-ın materikdə yerləşən hissəsində günəş zenitdə olmur. Amma ABŞ-ın Havay adalarında günəş zenitdə olur. Onun üçün 5 doğru variantımız olur bizim. Qurudan federativ ölkələrlə həmsərhəddir. Həqiqətən də ABŞ həm Kanada, həm də Meksika ilə sərhəddir. Bunlar ikisi də federativdir. Meksika ilə sərhəddir, quru sərhəddinə malikdir. Həm Kanada, həm də Meksika federativ quruluşa malikdir. 3, 5, 6 doğru cavab B variantı olar.